Maqnit rezonans tomoqrafiya, ya da qısaca MRT, bədənimizin içini görmək üçün həqiqətən də inanılmaz güclü bir alətdir. Amma bilirsiniz, bu qədər güc həm də çox ciddi təhlükəsizlik qaydaları deməkdir. İndi biz sizinlə birlikdə bu təhlükəsizlik məsələsinin dərinliyinə girəcəyik və görəcəksiniz ki, bütün bu prosesdə ən əsas rolu elə siz özünüz oynuyorsunuz. Gəlin başlayaq. Yaxşı, gəlin bir anlıq bunu təsəvvür edək. Evdə soyuducunun üstünə yapışdırdığınız o balaca maqnit var ha? Hə, MRT-nin maqnit sahəsi ondan minlərlə dəfə daha güclüdür. Məhz buna görə də o otaqda təhlükəsizlik, yəni hər şeydən birinci gəlir. Bu sadəcə bir prosedur deyil, sizin sağlamlığınızı qoruyan ən vacib şərtdir. Yaxşı, bəs bu qədər güclü cihaz əslində nədir, necə işləyir və ən əsası, niyə deyirlər ki, radiasiyası yoxdur? Çünki çox vaxt insanlar bunu rentgenlə ya da kompüter tomoqrafiyası ilə səhv salırlar. Amma MRT tamamilə başqa bir prinsipə əsaslanır və bəli, bədən üçün zərərli ola biləcək o ionlaşdırıcı radiasiyadan qətiyyən istifadə etmir. Deməli, çox sadə dildə desək, MRT bədəninizin daxili fotoşəklini çəkmək üçün güclü bir maqnit və radio dalğalarından istifadə edir. Buradan yadda saxlamalı olduğunuz ən vacib məqam nədir? Odur ki, bu prosesdə sizin bədəniniz rentgen şüaları kimi zərərli radiasiyaya məruz qalmır. Bu çox önəmlidir. Hə, bax bu hissəsi çox maraqlıdır. Gəlin görək bu texnologiya necə işləyir. Bədənimizdəki milyonlarla su molekulunu və onların içindəki o kiçik protonları düşünün. MRT-nin o güclü maqnit sahəsi sanki əskərlər kimi bütün bu protonları bir sıraya düzür. Sonra qısa bir radio dalğası göndərilir və bu sıranı bir anlıq pozur. Dalğa kəsilən kimi protonlar dərhal öz əvvəlki sıralarına qayıdırlar və bu zaman özlərindən kiçik bir enerji siqnalı buraxırlar. Vəssalam. Kompüterdə məhz bu milyonlarla siqnalı toplayıb analiz edərək o detallı təsvirlər yaradır. Möhtəşəm deyilmi? MRT təhlükəsizliyi elə bilməyin ki, ancaq o skan otağının qapısında başlayır. Əslində, ən vacib addımlar siz hələ evdə olanda ya da həkimlə danışanda atılır. Yəni, düzgün hazırlıq bütün prosesin demək olar ki, yarısıdır. Baxın, bu çox həssas məqamdır. Həkimlə, tibb bacısı ilə tamamilə açıq və səmimi olmaq həyati dərəcədə vacibdir. Hamiləlik şübhəniz varsa, xüsusilə də ilk aylarda bunu mütləq deməlisiniz. Və ya keçmişdə bir əməliyyat keçirmisinizsə, bədəninizdə bəlkə də heç yadınızda qalmayan bir metal parçası ola bilər. Bütün bunları əvvəlcədən demək, potensial riskləri sıfıra endirmək deməkdir. Bəzən həkimlər görüntüləri daha da aydınlaşdırmaq üçün qadolinium adlı xüsusi bir maddədən istifadə edirlər. Bu maddə damarınıza yeridilir. Amma bu prosedur hamı üçün deyil və bəzi hallarda əlavə bir təhlükəsizlik yoxlaması tələb edir. Yaxşı, bəs bu yoxlama niyə lazımdır? Məsələ ondadır ki, həmin o kontrast maddə bədəndən böyrəklər vasitəsilə xaric olunur. Ona görə də həkimlər tam əmin olmalıdırlar ki, sizin böyrəkləriniz bu işin öhdəsindən rahatlıqla gələcək. Əgər bu cədvəldəki kateqoriyalardan birinə aidsinizsə, o zaman MRT-dən əvvəl sizdən sadə bir qan analizi götürülə bilər. Deməli, hazırlıq mərhələsini keçdik. İndi gəldik çatdıq müayinə otağının astanasına və burada son, amma ən kritik yoxlama başlayır. Məqsəd çox bəsitdir. Maqnitlə təhlükə yarada biləcək heç bir şeyin içəri keçmədiyindən əmin olmaq. Bu siyahıdakı hər şey, yəni üzük, saat, sırğa, metal düyməli paltarlar, hətta cibinizdə unudulmuş bir qələm belə, bunların hamısı mütləq kənarda qalmalıdır. Amma heç narahat olmayın, sizə xüsusi xəstəxana geyimi veriləcək və bütün şəxsi əşyalarınız üçün də etibarlı, qıfıllı bir şkaf ayrılacaq. Hə, bax bu çox vacib məqamdır, çünki çoxları səhv düşünür. Elə bilirlər ki, təhlükə ancaq əşyaların maqnitə tərəf uçmasındadır. Amma başqa bir risk də var. Bəziləri deyir ki, mənim üzüyüm qızıldır, maqnitə yapışmır, deməli təhlükəsizdir. Xeyr, elə deyil. MRT-nin işlətdiyi o radio dalğaları metal əşyaları, hətta qızılı belə qızdırıb ciddi yanıqlara səbəb ola bilər. Ancaq bəzən ən böyük təhlükə gözlə görünən yerdə olmur, bədənin içində olur. Bu siyahıda gördüyünüz cihazlar, implantlar, bunların hər biri o güclü maqnit sahəsinin təsirindən yerindən oynaya, qıza və ya sıradan çıxa bilər. Odur ki, bədəninizdə bu cür hər hansı bir implant varsa, bunu demək sizin bir nömrəli vəzifənizdir. Kardiostimulyatorlar, yəni ürək aparatları məsələsi biraz fərqlidir. Bilirsiniz, əvvəlki köhnə nəsil aparatlarla MRT-yə girmək qəti qadağan idi, çox təhlükəli idi.
Amma indi texnologiya inkişaf edib. Müasir, MRT şərtli deyilən cihazlar var ki, onlarla xüsusi qaydalara əməl etməklə təhlükəsiz şəkildə müayinə aparmaq mümkündür. Əgər belə bir cihazınız varsa, narahat olmayın. Kardioloqunuzla radioloqunuz birlikdə işləyib, sizin üçün ən təhlükəsiz planı quracaqlar. Belə bütün yoxlamaları keçdik, hazırlıqlar tamamdır. İndi isə skanerin içinə daxil olmaq vaxtıdır. Bu mərhələdə sizi nələrin gözlədiyini əvvəlcədən bilmək, əminəm ki, narahatlığınızı azaltmağa kömək edəcək. MRT cihazı işə düşəndə siz yüksək, ritmik taqqıltı səsləri eşidəcəksiniz. Bu tamamilə normaldır, yəni qorxulu bir şey yoxdur. Bu səslər cihazın işləməsinin bir hissəsidir. Ona görə də sizə qulaqlıq verəcəklər ki, o səslər sizi narahat eləməsin. Və ən əsası, unutmayın, siz orada heç vaxt tək deyilsiniz. Texnik sizi pəncərədən hər an görür, eşidir və əlinizdəki o kiçik siqnal düyməsi ilə istədiyiniz vaxt onunla əlaqə saxlaya bilərsiniz. Qapalı yerdə qalmaqdan qorxmaq, yəni klastrofobiya, çox insanda rast gəlinən bir haldır. Bilməlisiniz ki, bunun da həll yolları var. Məsələn, bəzi klinikalarda daha geniş və ya hətta tamamilə açıq olan MRT aparatları olur. Bundan başqa, həkiminizlə danışaraq, müayinədən bir az əvvəl sizə yüngül bir sakitləşdirici dərman təyin etməsinə xahiş edə bilərsiniz. Yəni, seçimləriniz var. Yaxşı, gəlin bütün bu danışdıqlarımızı bir yerə yığaq və sizin üçün qısa bir yoxlama siyahısı yaradaq. Bir şeyi heç vaxt unutmayın. Bu prosesdə o təhlükəsizlik komandasının ən vacib üzvü elə siz özünüzsünüz. Beləliklə, əsas məsələni 4 sadə qayda ilə yekunlaşdıra bilərik. Birincisi, dürüst olun, heç nəyi gizlətməyin. İkincisi, diqqətli olun, üzərinizdə metal qalmasın. Üçüncüsü, sual verməkdən heç vaxt çəkinməyin, axmaq sual olmur. Və dördüncüsü, bədəninizə qulaq asın. Bu 4 sadə addım həm sizin, həm də tibbi heyətin işini asanlaşdıracaq və təhlükəsizliyinizi tam təmin edəcək. Bu əsl komanda işidir. Və sonda istəyirəm ki, bu cümləni yadda saxlayasınız. Bütün o bahalı texnologiyalara, bütün o protokollara baxmayaraq, MRT otağındakı ən güclü təhlükəsizlik aləti sizin öz səsinizdir. Əgər nədənsə şübhələnirsinizsə, narahatsınızsa, ya da sadəcə ağlınıza bir sual gəlibsə, mütləq soruşun, mütləq danışın. Unutmayın, sizin səsiniz təhlükəsizliyinizin ən etibarlı açarıdır.